Yayımı Baksel'in dəstəyi ilə izləyirsiniz. Avro 2016-nın seçmə mərhələsində keçiriləcək Bolqarıstan-Azərbaycan oyunu ərəfəsində Sofiya şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Robert Brastinskinin mətbuat konfransı, ardınca isə millimizin mətbuat üçün açıq məşqi keçirilib. Komanda oyuna ciddi hazırlaşıb, yaxşı nəticə qazanmaq istəyirik. Rəqibin sürətli oyunçuları var, onları yaxşı təhlil etmişik. Bolqarıstan millisinin Xorvatiya yığması ilə oyunun video yazısını izləmişəm. Yaxşı oynamaq və sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.